Allah buyurur ki, məndən başqasına kim ümid eləsə, onu həmin kəsin ixtiyarında qoyaram. Məndən başqasına ümid elədin, ged o işi və həll eləsin, o da heç nə eləyə bilməz. Qalarsan aciz. Həyatda təcrübə də olunub bu. Allahdan başqasına ümid edərsənsə əgər, Allah səni onun öhdəsinə buraxar. İşlərini ona tapşırar, deyər, ged necə, yəni o mənada ki, ged ondan istə. O da elə məqamlar, momentlər olur ki, arxalandığın adam deyir, əlimdən heç nə gəlmir. Allah deyir, indi ged. Mən istəyirəm sən müstəqil olasan, çünki müstəqil olanda izzətli olursan, xoşbəxt olursan, azad olursan, rahat yaşayırsan, sən istəmirsən, get kimə istəyirsən, bağlan, mən də səni onun ümidinə qoyaram, axırda görərsən ki, heç kəsin əlindən heç nə gəlmir.